Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib. Sevil Əliyeva sosial şəbəkə hesabında valideyninin fotosunu paylaşıb. Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir, deyə Sevil Əliyeva yazıb. 15 aprel görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.